Salam əziz şagirdlər və valideynlər, Parlaq Beyin kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz 5-ci sinif Namazu qiymətləndirmə test tapşırıqlarından natural ədədlərin vurulmasından D variantı bölməsini işləyəcəyik. İlk öncə onu qeyd edeyim ki, mən həm onlayn, həm də əyani şəkildə riyaziyyat dərslərini yəni hazırlıq keçirəm. Kim istəsə qrup şəklində və ya da fərdi şəkildə qoşula bilər. Əlaqə nömrəsini qeyd edeyim. 077 596 66 59. Kim istəsə bu nömrəni əlaqə saxlayaraq hazırlıqlarına qoşula bilər. İndi isə birinci suala baxaq. X bərabər 32 vur 25 olarsa 15 vur x çıx 11807 ifadəsinin qiymətini tapın. Gəlin işləyək. Birinci x-i deyir tap. Yəni x bərabər 32 vur 25 hesablayaq. İndi 32-ni 25'e vuracağıq. 5 vur 2 10 0 yazırıq. Bir yadda 5 vur 15 bir yadda 16. Bu 0 daha uşaqlar. Sonra 2 vur 2 4 2 vur 3 6. 0 0 7 1 800. Deməli x elədi 800. Sonra ifadəni yerinə qoyub hesablayacağıq. Mən bunu silim qoy. Burada yazdım 800. Düzdür. İfadəmiz 15 vur x çıxılsın 11807 bərabərdir. Deməli yenə qoyuruq 15 vur 800 çıx 11807 bərabərdir. 15'i 800'e vuracağıq. Sıfırları burada yazıram. 8 vur 5 eləyəcək 40 0 yazırıq 4 yadda. 8 4 yadda 12 cavab elədi 12.000. 15'i 800'e vurduq elədi 12.000. Sonra 12.000'dən çıxacağıq 11807'ni. 12.000 çıx 11807 bərabər. Gəlin çıxaq 11807. Ondan 7 çıxırıq 3. 9'dan 0 çıxırıq 9. Sonra 9'dan 8 çıxırıq 1. Sonra 1'dən 1 çıxırıq 0. Deməli burada qaldı 193. Cavab eləyəcək 193. Buraya yazdım. Sonra 2'ye baxaq. Boşxanada hansı ədədi yazsaq 1355 üstə gəlir həmin boşxana bərabər 55 vur 34 bərabərliyi doğru olar. Baxın bu ifadənin sağ tərəfi məlumdur. Yəni 55 34'ə vuraraq tapa biləcəyik sağ tərəfi. 55 vur 34. Düzdür. 4 vur 5 20 0 yazırıq 2 yadda. 4 vur 5 22 də yadda 22. 3 vur 5 15 5 yazırıq 1 yadda. Sonra 3 vur 5 15 bir də yadda 16. 0 7 8 1 1870 elədi. Düzdür. 1870 bunu yadda saxlayaq. İfadəni yazaq. 1355 üstə gəl həmin dama bərabər 1870. İndi damanı tapmaq üçün mən nə etməliyəm? 1870'dən çıxmalıyam 1355'i. Dama da bərabər gəlin çıxaq 1355'i çıxaq. Ondan 5 çıxırıq 5. Sonra 6'dan 1 və 10'luq verdiyimizə görə buradan 6 olacaq. 6'dan 5 çıxırıq 1. Sonra 8'den 3 çıxırıq 5. Cavab edəcək 515. Həmin dama bərabərdir 515'ə. Sonra 3 oxuyaq. 38 vur 46 hasilində hər vuruğu 7 vaid artırsaq, azaltsaq, alınan hasil nə qədər azalar? Gəlin işləyək. Deməli 38 vur 46. Hər vuruğu 7 vaid azaltsaq. İndi gəlin burada 38'dən 7 çıxacaq. Neçə eləyəcək? 31. Vurulsun 46'dan 7 çıxırıq, qalır 39. İndi görək alınan hasillər arasında nə qədər fərq yaranacaq. Birinci 38'i 46'ya vuraq. 6 8 48 8 yazırıq 4 yadda 18 4 22. 4 vur 8 32 2 yazırıq 3 yadda 4 vur 3 12 3 də yadda 15. 8 4 7 1 1748 elədi. Bu əvvəlki hasilimizdir. İndi yeni hasilə baxaq. 31 39'a vuraq. 31 vur 39.
9 vur 1 9, 9 vur 3 27. 3 vur 1 3, 3 vur 3 9. 9 10 bir yatda 2 vur daha doğrusu bu 2'də hə 2 üstə gəldi 9 elədi 11 bir də yatda 12. Elədi 1209 düzdür. İndi bunlar arasındakı fərqi istəyir bizdən. Yəni 1748-dən çıxacaq 1209-u. 18-dən 9 çıxırıq 9, 3-dən 0 çıxırıq 3, sonra 7-dən 2 çıxırıq 5. Cavab eləcək 539. Dördə baxaq. A vur B 2024 olarsa 12 vurulsun A vur B, A vur 6 vur B ifadəsinin qiymətini tapın. İndi yerinə qoyaq işləyək. Burada birinci nə edəcəyik? Uşaqlar vurmanın xassələrinə istifadə etmək lazımdır. Burada deyəcəm sizə hansı xassələr. İfadəmizi yazaq 12 vur mütəzad A vur 6 vur B. Mən burada vurğuların yerini dəyişmək istəyirəm. Yəni belə yazacağam. A vur B vur 12 vur 6. Yerini dəyişirəm. Sonra qruplaşdırma xassəsini istifadə edirəm. Yəni A ilə B-ni qruplaşdırım 12 ilə 6-nı. A ilə B-nin kitab verib 2024 vurulsun 12 vur 6 72. Yəni 2024-ü 72 vuraraq bu ifadənin qiymətini tapmış olacağam. Gəlin vuraq 2024-ü vuraq 72-yə. 4 vur 2 8, 2 vur 2 4, 2 vur 0 0, 2 vur 2 4. 7 vur 4 28, 8 yazar 2 yatda, 7 vur 2 12, 7 vur 2 14, 2 də yatda 16, 6 yazır 1 yatda. 7 vur 0 0, 1 də yatda 1, 7 vur 2 14. 8, 12, 1 yatda, 6, 1, 7, 5, 4, 1. Elədi 145.728. Bu da bizim cevabımız 145.728. Aha, düz götürdüm. Bu belə deməli ifadənin qiymətini tapdım. İndi 5-ci tapşırığa baxaq. Klasteri tamamlayın. Bizə bir ifadə verir. X üstə gəl A bərabər 25 vur A. Və bizə bir neçə dənə A-nın qiymətini verir və onlara uyğun yerinə qoyaraq X-i tapmalıyıq. Gəlin hesabla. İfadəmiz nə oldu? X üstə gəl A bərabər 25 vur A. X-i bizə verir, A-nı verib 54. İndi A-nın yerinə 54 qoyaq. X üstə gəl 54 bərabər 25 vur 54. X üstə gəl 54 bərabər 25-i 54-ə vuraq. Bu məlumdur da artıq. Vuraq qoyaq qiyməti yerinə. 2 yatda 8, 2, 10. 25, 5 yazır. 2 yatda 10, 12. 0, 5, 3, 1, 1350 elədi. İndi mən burada X-i tapmaq üçün 1350-dən çıxmalıyım 54-ü. Bu da bərabərdir 1296. 10-dan 4 çıxır 6, 14-dən 5 çıxır 9, buradan 1 düzdür 1296. Deməli birincidə elədim 1296. 54 qoysaq yerinə əgər. Sonra indi mən bu 54-ləri silirəm, 56 qoyuram yerinə. Deməli X üstə gəl 56 25 vur 56. İndi 25-i 56-ya vuraq. 65 30 0 yazır 3 yatda 12 3 15 5 vur 5 25 5 yazır 2 yatda 10 12 0 0 1 yatda 3 1 4 1400. X da bərabərdir 1400 çıx 54. Gəlin çıxaq. 10-dan 4 çıxırıq 6, 9-dan 5 çıxırıq 4, burada qalır 3, 1346. X elədi 1346. Burada yazıram 1346. İndi A-nın 42 qiymətində. Burada 56-ları silib 42 qoyacağım.
X üstəgəl 42 bərabərdir 25 vur 42. Sonra x üstəgəl 42 bərabərdir. İndi 25 vur 42-ni tapıb cavabını bura qoymalıyıq. 1 yadda 4 1 5. Sonra 4 vur 5 20 0 yazırıq. 2 yadda 4 vur 1 8 2 də yadda 10. 0 5 0 1. Elədi 1050. Düz vurdum da hə. Düzdür. İndi x-i tapmaq üçün nə etməliyəm? 1050-dən çıxmalıyım 42-ni. Bu da eləcək 1008. Çünki 1000 qalır indi 50-dən 42 çıxırıq 1008. Burada olacaq 1008. Sonra 42-nin yerinə 48 qoyacaq indi. Bunu silirəm. X üstəgəl 48 bərabərdir 25 vur 48. X üstəgəl 48 bərabərdir yerinə qoyaq tapaq. 0 yazır 4 yadda 16 4 20. 4 vur 5 20 0 yazır 2 yadda 4 vur 2 8 2 də yadda 10. 0 0 2 1 1200 elədi. Deməli 25 vur 48 1200 elədi. X də bərabərdir 1200 çıx 48. 1200-dən 48 çıxacaq, eləcək. 10-dan 8 çıxırıq 2, 9-dan 4 çıxırıq 5, burada qalır 1, 1152. Burada da olacaq 1152. X-i tapdıq. Uşaqlar, 5-ci tapşırıq tamamlandı. Keçək 6-cı tapşırığa. 6-da nə deyir? Deyir, 132 ədədin 15 dəfə böyük olan ədədlə 2013-cü cəmini tapın. Yəni, 132-ni 15-ə vuraq, görək birinci neçə eləyir. 5 vur 2 10 0 yazır 1 yadda 5 vur 3 15 bir de yadda 16 6 yazır 1 yadda 5 vur 1 5 bir de yadda 6. Sonra 2 vur 1 2 1 vur 3 3 1 vur 1 1 0 8 9 1 1980 elədi düzdür vurma. Sonra deyir 2013-ün cəmi. Aha, deməli bunun üzərinə gələcəm 2013. 3 9 9 3 3999 elədi. 993. Hə. Bunu tapdıq. İndi 7-yə baxaq. A bərabərdir 24 vur 15, B bərabərdir 12 vur 32, C bərabərdir 18 vur 20 ədədlərini artan sırayla düzün. Uşaqlar, artan sıra deyəndə nə edirdik? Kiçikdən böyüyə doğru bunu düzməliydik. İndi bir-bir ifadələri hesablamalıyam. A nədir burada? 24 vur 15. 24 15'e vuraq. 0 2 hatta 10 12 4 2. Necə 0 6 3 360. A elədi 360. B nə eləyir? 12'ni 32'ye vuraq. 4 2 6 3 4 8 3 384. Sonra 18'i 20'ye vuraq. Bu da eləcək. 18'i 20'ye vuranda 360. Şimdi bunları artan sırayla düzək. Artan sıra nə deməkdir? Böyükdən, kiçikdən böyüyə doğru düz. Ən kiçiyimiz C olacaq. Sonra daha doğrusu A yazaq. Birinci A. Çünki A ilə C bir-birinə bərabərdir. A bərabərdir C-yə. Sonra gələcək B. Yaxşı. Belə də yazırsınız. A bərabərdir C-yə. Sonra gələcək B. Bu da bizim cevabımız. Şimdi keçin növbəti tapşırığa. Deyir 8, 65 adlı natural ədədin ən böyüyü 222'dir. Ən kiçiklə 55'in hasilini tapın. Şimdi uşaqlar, mən bu tip tapşırıqlara görə sizə düstur vermişdim. Əgər yadınızdadırsa, əgər kanalımı izləyirsinizsə, düstur belə idi ki, ən kiçik bərabər ən böyük çıxılsın. Y çıxılsın. 2 vur. N çıx 1. Burada N qeyd edelim ki saydır. Y ən böyükdür. X də ən kiçikdir. Yaxşı.
İndi yerinə qoyacağıq. 65 n'in yerinə qoyuruq. Ən böyük 222. Y-in yerində 222-ni qoyacağıq. 222 çıxılsın 2 vur. 65 çıx 1 bərabərdir x-a. Bizə x lazımdır. Düzdür? X bərabər 222 vurulsun. Çıxılsın daha doğrusu 2 vur. Neçə? 65-dən 1 çıxır 64. İndi x bərabər 222 çıxılsın. 2-ni 64-ə vururuq. Eləcək 8, 128. X də bərabərdir. 122-dən 128 çıxır. 12-dən 8 çıxırıq 4. Sonra 11-dən 2 çıxırıq 9. Eləcək 94. Düzdürmü? Deməli, ən kiçik ədədimiz 94-dür. Ən kiçik ədədlə 55-in hasilini tapın. Aha, 94 ilə 55-in hasilini istəyir bizdən. Gəlin tapaq. 94-də, hə. 5 vur, burada 5 üzrüstüm ilə pis yazdım ki, başa düşün. 5 vur 4, 20, 0 yazır 2 hatta. 5 vur 9, 45, 2, 47. 5 vur 4, 20, 0 yazır 2 hatta. 5 vur 9, 45, 2 hatta 47. 0, 7, 11, 1. 5170. Deməli, cavab eləcək 5170. Cavab 5170 elədir. Yine 9'a baxaq. 28 bərabərliklərdən hansı doğru deyil? Aha, bizdən səhv olanları istəyir. 28 vur 25 bərabər 14 vur 50. Uşaqlar, mən bunları hesablamayacağım. Yəni belə deyim, vurğulara ayıracağım bəzilərini buradan məsələn. Hansı əlverişli üsulla yaranırsa, onu digərinə vuracağım. Yəni ki, vurğuların yerini dəyişməyinə və qruplaşdırma xassəsindən istifadə edəcəm. Daha hamısını tək-bətək hesablamayayım, çünki vaxt uzun gedəcək elə. İndi başa salacağım sizə necə eləyirəm, baxın. Deməli, birincidə 28 vur 25, düzdür? Bərabərdir 14 vur 50, düzdürmü? 50-ni eybəcər yazdım. İndi mən 28-i 14 vur 2 şəklində yaza bilərəm, düzdür? İxtiyarım çatır. Vur 25 bərabərdir 14 vur 50. İndi mən burada 2 ilə 25 qruplaşdıram. Yəni 14 vurulsun. 2 vur 25, 50 bərabərdir 14 vur 50. Görürsünüz, sağla sol eyniləşdi. Eyniləşdirsə deməli bu doğrudur, bu bərabərlik. Deməli 1-ə yazıram üstə gəl, yəni doğrudur. 2-ni hesablayaq. 16 vur 35 bərabərdir 12 vur 40. Görək burada sağla sol bərabərləşirmi? 16 vur 35 bərabərdir 12 vur 40. İndi mən 16-nı yazıram. Belə yaza bilərəm ki, 2 vur 8, 35-i 5 vur 7 yaza bilərəm. Sonra bərabərdir 12 vur 40. İndi burada 40 alınır, 8 vur 5, 40 alınır, düzdür? 2 vur 7, 14 eləyəcək. 14 vur 40 bərabərdir 12 vur 40. Görürsünüz, 40 hər ikisində var, amma birində 14-dür, birində 12. Deməli, bu bərabərlik doğru deyil. Deməli, 2 səhvdir. Sonra əslində burada variant atmaqla da eləyə bilərik, amma izah edeyim hamısını. 38 vur 50, bunu da işləyək. 38 vur 50 bərabərdir 76 vur 25. İndi mən burada 38 olduğu kimi saxlayıram. 50-ni 2 vur 25 şəklində göstərirəm. Bərabərdir 76 vur 25. İndi 38'i yazıram. 2 vur 25'i qruplaşdırım. Yəni 2'ni 25'e vuram, 50 yazıram. Bərabərdir. Yox, üzr istəyirəm uşaqlar. Mən 38'i 2'ye vururam. Eləcək 76 vurulsun 25 olduğu kimi qalır. Bərabərdir 76 vur 25. Görürsünüz, sağla sol bərabərləşdi. Hər ikisində 76 vur 25 oldu. Deməli bu doğrudur. Sonra 4'ə baxaq. 24 vur 45, 18 vur 50. 24 vur 45 bərabərdir 18 vur 50. Aha, burada nə edə bilərəm? 24'ü mən belə deyim 6 vur 4, daha vur 6 şəklində yazıram. 45'i də 5 vur 9 şəklində. Bərabərdir 18 vur 50'ni saxlayıram. İndi buradan nə edə bilərəm? Buradan görürsünüz, nə vurğulardan 18 alınır. Yəni sol tərəfinə də ki 50 alınır.
Burada belə olacaq ki, 4 vur 9 36 ola bilər. Sonra 54 vurulsun 20 ola bilər. Yəni burada maksimum belə alınır. Yəni sağla sol düz gəlmir də, eyni gəlmir. Gəlin hesablayaq lap. 18-i 50-yə vuraq. 18-i 5-ə vuranda necə 90, bir də 10-a vuracağıq 900 düzdür. İndi bunu hesablayaq. 6-nı 5-ə vuracağıq 30. 34'e vuracaq 120. 120'ni 9'a vuracaq. 120'ni 9'a vuranda bu eləyəcək 0. 9, 2, 18 bir yadda. 9 bir yadda 1080. Görürsünüz sağla sol yenə də bərabər deyil. Deməli bu səhvdir. Bizdə deməli 2 səhvdir, 4 səhvdir. Bir də hansı 5-dən 6 2 dənə eyni variant var. Gəlin 5-ə də baxaq, sonra 6-ya. 72 vur 15. 18 vur 60. Burada 72'ni mən necə yazıram? 18 vur 4 şəklində yazıram. Vur 15-də yerində qalır. Burada da 18 vur 60. Deməli 18 vur 4-ü 15-ə vururam. Eləcə 60. Bu da bərabərdir 18 vur 60. Deməli bu bərabərlik doğrudur. Çünki hər ikisi tərəfdə eyni oldu. Sonra onda 6 səhv olar yəqin ki. Gəlin altında baxaq. Bir dənə. 6-da. 46 vur 30 bərabərdir 24 vur 60. İndi bunu necə yazıram 46-nı? 46-nı mən 23 vur 2 şəklində göstərirəm. Vur 30 bərabərdir 24 vur 60. 23-ü saxlayıram. 2-ni 30-a vururam. 23 vur 60 bərabərdir 24 vur 60. Görürsünüz bir 60'lar eynidir, amma bir tərəfdə 23, bir tərəfdə 24. Deməli bu bərabərlik doğru deyil. Bu səhvdir. İndi bizdən nə istəyir? Hansı bərabərliklərin hansı doğru deyil? Yəni səhv olanları 2, 4, 6. D variantı. Variantımız cavabımız D variantı. 2, 4, 6 səhvdir. Ona baxaq. N bərabərdir 24, N bərabərdir 45 olarsa uyğunluğu müəyyən edin. X bərabərdir 12 vur N vur 6 vur N. Aha. Yerinə qoyub hesablayacaq. Yəni bu eləmək mövzudur ki, ancaq vur, yəni bu adından da görünür ki, vurmadı da. Natural dildən vurulması. Burada ancaq vurma lazımdır bizə üstü. Yəni X bərabərdir 12 vur M. M 24'dür. Vur 6 vur N 45. Burada necə eləyək? Mən istəyirəm sadə rahat yolla nətər eləyə bilərik. Belirləyək. X bərabərdir 12'ni 6'ya vuraq 72 vurulsun 24 vur 45 düzdür. 12'ni 6'ya vurdum, yəni qruplaşdırdım. 72 elədim, sonra 24, sonra vur 45. İndi 24'ü 45'ə vuraq görək neçə eləyir. 0 yazar 2 yadda, 10, 12. 16 bir yadda, 8 bir 9. 0, 8, 1, 1080. Deməli 24'ü 45'ə vurdum 1080. Deməli 72'ni mən 1080'ə vurmalıyım ki cavab alam. Gəlin vuraq 1080 vur 72. 2 vur 0 0 2 vur 8 16. Deməli 2 vur 0 0 bir də yadda yazdım. 2 vur 1 2. Sonra 7 vur 0 0 7 vur 8 56. 6 yazırıq 5 yadda. Burada da yine 5 yazdım çünkü 7'ni 0'a vuram 0 5'te yattar 7 vur 1 7. Deməli cavab nə olacaq? 0 6 7 7 7. 77.760. Bu oldu bizim cevabımız. Hansı oldu? D variantı 1'e getirdi. Sonra 2'ye bakalım. 18 vur M vur N vur 15. Yani 18 vur M 24 vur 45 vur 15. 18 vur 24 vur 45 vur 15. Gəlin hesablayaq. Elə 18'i birinci elə 24'e vuraq, sonra 45 15'e vuraq, sonra bir-birinə vuraq. 4 dəfə 8 32 2 yazırıq. 3 yatdı 4 1 3 7.
16, 1 yadda 2, 1, 3. 2, 13, 1 yadda 3, 1, 4. 432 elədi, düzdür. 432 vurulsun. İndi 45, 15'e vuraq. 5, 5, 25, 5 yazır. 2 yadda 4, 5 vur 4, 20, 2 de yadda 22. 5, 4, 5, 7, 6, 675. İndi 675'i bırak 432'ye. 2 vur 5, 10, 0 yazır 1 yadda. 2 vur 7, 11, 14, 1 de yadda 15, 5 yazır 1 yadda. 12, 1 de yadda 13. 3 vur 5, 15, 1 yadda 21, 1, 22, 2 yadda 18, 2, 20. 4 vur 5, 20, 0 yazır 2 yadda. 4 vur 7, 28, 2 de yadda 30, 0 yazır 3 yadda. 4 vur 6, 24, 3 de yadda 27. Deməli 0, 0, 1 yadda 5, 1, 6, 1, 2 üstə gəlir 7. İngilizce 9, 291.600. Aha, deməli A variantı. 2'ye gedir A. Şimdi 3'ü hesablayaq. 3 nədir? 14 vurulsun. 24 vur 6 vur 45. 14 vur M vur 6. 24 vur 6 vur 45. 24'ü indi 6'ya vuraq. 24 2 hatta 18, 12 2 14 144 elədi, düzdür. Deməli 14 vur 144 vur 45. 14'ü 45'e vuraq. 0 2 hatta 5 2 7 16 1 hatta 4 1 5 0 3 1 5 630 elədi. İndi 630 vuracağım 144'e. 630 bundan böyledir. Vuracağım 144'e. Beraberdir. Onu da vuraq. 630 144. Dört vur 0 0 4 vur 3 12 1 yatı 4 vur 6 24 1 25 4 vur 0 0 4 vur 3 50 12 2 yazır 1 yatı 4 vur 6 24 1 de yatı 25 0 2 7 7 2. Şimdi 1 vuram 1 vur 0 0 1 vur 3 3 1 vur 6 6 0 2 7 0 1 yatı 6 1 9 2 6 8 1 de yatı 9 90.720. Y variantı. Deməli uşaqlar 1'e getdi D, 2'ye getdi A, 3'e getdi Y. Uşaqlar bugünlük bu qədər. Kimin nə sualı olsa yorumlarda qeyd edin, mən həmən cavablayacağım. Hələlik oldu.